Herkese salam. Yeni videoma xoş gəldiniz. Nəhayət ki 3-cü liqaya çata bildik və 3-cü liqaya çatmamışdan qabaq oynadığım son oyunları sizə göstərməyə çalışacağam. Demək olar hamısını dünən oynadım. Bir qalibiyyət lazım idi. Yox, 2 qalibiyyət lazım idi deyəsən. Hə, birim burada qazanmışdım, birim burada uduzdum. Deyəsən heç nə çıxmadı. Birində burada qazandım. 3-cü liqa olduq. Birinci bundan başlayaq. Havan dəstəsi ilə oynayırdı. Və slasher, həmçinin şövalyenin qəhrəmanı olmağı həqiqətən çox problem yaratdı da. İndi izləyib görəcəyik inşallah. Buz ruhunu boş yere öldürdüm orada. Burada kral qalasını aktivləşdirir. Qalasının canını bir xeyli azalda biliriz. Burada saf-saf elə bilirdim ki, müdafiə eləyəcəm. Səndəmə iş dəyişir. Gördüyünüz kimi şövalyenin nəydi, bacarığını aktiv eləyir. O da mənim qalama bir xeyli vurur. Burada udacağımı düşünmürdüm həqiqətən. Səhv eləmirəmsə ikisi çatışmazlığından uduzmuşdu. Belə şimalik atmağıma baxmayın, yəni sifətim o deyildi də, yəni. Sifət eləyirdim ki, uduzuram falan, uduzacağam. Yenə bayaq buz ruhu kimi burada da skeletin birini hədər elədim. Hə, bir də yadıma düşmüşkən, səhv eləmirəmsə keçən videoda idi. Evrimli skelet fıçısını evrimli topla müdafiə eləmək istəyirdim, ürəyimdə qalmışdı. Səhv eləmirəmsə bu oyunda o xəyallarıma çatmışam çox şükür ki, izləyib görəcəyik inşallah. Burada səhv eləmirəmsə havan qalaya vurmayacaqdı. Boşuna özümü öldürdüm. Hə, göründüyü kimi vurmur qalaya. Amma deyəsən indi burada o dəydi. Qobidən baxım. Yox, dəymir. Elə 2300 candır qalamızın canı. Skeletlərə vuranda da qalaya dəyməyibmiş. Tomruğu da demək olar boşuna atmışdım. Burada buz ruhunu da boşuna atmışam. Hə, bir də burada dediyim yer gəldi. Mükəmməl. Hə, havanın iksiri, bir dəqiqə, iksiri deyəsən var idi. İksiri var idi. Hə, orada donuzu görməyibmiş, səhv eləmirəmsə. Burada əlimə donuzu gətirməyə çalışıram. Qalaya vura bilməyib. Hə, orada bu arada incə fikir verdim. Slasher'ın topunu gecikdirir. Burada deyirlər, heç ay slasher, get topundan oyna. Burada yaxşı eləyib, amma hə, xeyir olmamışdı. Burada da zəlzələni əlimə fırlatmağa çalışıb qalib gəlmişəm. İkinci oyunda qəribə şəkildə uduzmuşam. Qabaqdaydım əslində. Orada səhv eləmirəmsə bir dənə ağlıma fikir gəldi, emojisini atandan sonra rəqib başladı yüzümə keçməyə, qalama aldı.
Hər şey var da kart dəstəsində. Hə, burada elektro əjdahanı atır. Əgər yaramaz atmasaydı, güclü mədənçinin bacarığı dolacaqdı. Onu atıb sol tərəfə keçirməyə çalışacaqdım. O da ürəyimdə qaldı. Bəlkə keçirsəydim bir balaca qalaşının canını azalda bilərdi də, çünki yaramaz ata bilərdi bu biz tərəfə. Və tomruq ata bilərdi ki, əgər qalaya toxunubsa birinci, sonra gəlsin yaramaza toxunsun güclü mədənçi. Bunu deyirəm, bu emerjini atandan sonra, hər şey bu emerjini atandan sonra başladı. Mən də bilmədim, bu emojini atdım. Mega Şövalye ilə arxadan başlayır. Sonra prensi düz qoş edir. Amma yox, burada müdafiə eləmişdim. Deyirəm axı, gündüzə deyəcəkdim ki, hələ Mega Şövalye təkəmmüllü deyil. Bu şəkildə mənim qalama alıb. Sonra yadıma düşdü ki, axı təkəmmüllü olmalıydı. İndi baxıram ki, hə, burada almayıb. Yəni təkəmmül üstə təkəmmül yığıb gəlib almışdı qalanı deyəsən. Burada səhv atmışdı qaçdırğanı. Dedim bu da bilərəm, amma nə tər oldusa gəldi tutdu da. Orada topu gec atdığım üçün yəqin məyus oluram ki, ikisini boşuna apardım. Və prensi durdu arxasına. Burada güclü mədənsini gedişdirmişəm. Prens topa vurmadan qalaya getdi də. Bu şəkildə də düzmüşəm, yəni axıra kimi baxmaya ehtiyac yoxdur. Bu oyun isə ya bu il ərzində, ya da ümumiyyətlə indiyə kimi oynadığım oyunlar arasında ən rahat oyun, aldığım qalibiyyətlər arasında da ən rahat qalibiyyət ola bilər demək olar ki. Yəni rəqibin oyunu buraxmağını demirəm. Yəni o təbii ki, ən rahatıdır. Sadəcə olaraq qalaya çox toxuna bilməmişdi da. Yaxşı müdafiə eləmişdik. Burada Goblin çetəsini atdı. Dedim Logbait dəstəsi olar yəqin ki. Onun üçün top qoymuşdum. Tomruğu da Goblin fıçısına saxladım. Burada prensesi yaxşı tutdum. Burada kral qalasını aktivləşdirir. Bir daşdan 4 quş. Donuz, güclü mədənçi, buz ruhunu elə bil boşuna atıb, yoxsa fişəngçi, bir də fişəngçinin atması. Yəni kral qalasını aktivləşdirir də. Və unutmamışdım, mənə dəstək olmaq üçün kanala abunə olmağı və videonu bəyənməyi unutmarsınız, zəhmət olmasa. Burada düşündüm ki, top bir tane yaxın prenses atar. Onun üçün hansısa kart atmışdım. Hə, donuz atmışam deyərsən. Yox, arxadan atmış onda. Bayaq elə olmuşdu səhv eləmirəmsə. Yəni prenses atacağını düşünüb ortaya bir kart atmışdım. O da həmin karta vurmuşdu, qalaya vurmamışdı. O da sağdaşı qoblinlər 2 dənə vurur. Təkamüllü topla müdafiə eləmişəm. Fəlakət qalasını səhv atıb, elə bil yəqin düşünüb ki, donuzu güclü mədənsinin arxasından ataram. Yaxşı ki, səhv atıb. Burada dedim prensesin canını azaldım ki, işdi qabağına bir şey qoyursa, mən də şey qoyaram. Fişəngçi. Bir daşdan 2 quş. Burada təşəmmüllü Vəlkür təşəmmüllü fişəngçini öldürə bilməyib deyə Vaybe demişəm. Fişəngçi prensesi öldürəndə vurduğu da qalaya dəyir. Bu çox yaxşı olub təbii ki.
Yəni gördüyünüz kimi rahatdır da oyun başdan ayağa. Goblin fıçısında aldatmalı atmayıb. Atsa da maksimum prenses qalasının arxasına atıb bir balaca o da. Tam kənara atmayıb da yəni. Burada səhv eləmirəmsə istədim ki, zəlzələni prensesə, soldakı prenses qalasına, bir də fəlakət qalasına dəyər şəkildə atım, həmçinin kral qalasına dəyər. Sonra dedim ki, hədər eləməyim də, yəni hazır sağ qalan canı azdır. Elə bir dəfəlik onu atım. Burada məcbur sağ tərəfdəki qoblinlərə tomruq atdım ki, baxma da oyuncaq qoblinlərdənsə real qoblin daha can aparar. Güclü mədənçinin bombası ilə qoblinləri öldürürük. Burada məcbur tomruq atdım və düşündüm ki, qoblin fıçısını atar. Onun üçün əlimdə skelet falan saxladım. Valkür üçün də top atdım. Hazır prensesin də başı topa qarışır. Yəni oyunun qırılma nöqtəsidir. Burada səhv eləmirəmsə oyunu buraxır. Burada tomruq atır, səhv atır. Ya bilmirəm, Wi-Fi gedir ya oyunu buraxır. Ən ləzzət eləyən şeydir də özdə təkamüldə olması. Qabaqdakı kartlara vurur, sonra qalaya dəyir. Burada bacardığım qədər donuzu əlimə gətirməyə çalışıram ki, o özümə keçməsin. Yəni sıxışdırıram bildiyin. Burada da oyun bitir. Sağ olsun. Gəldik videonun sonuna. İnşallah 4-cü liqa uğrunda mübarizə aparacağıq bundan sonra. Daha çox belə videoların gəlməsini istəyirsinizsə, həmçinin də mənə dəstək olmaq üçün zəhmət olmasa videonu bəyənib kanala abunə ola bilərsiniz. Özünüzə çox yaxşı baxın. İnşallah növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.